Salam əziz müəllimlər və şagirdlər. Bugün mən sizə 7-ci sinif biologiya dərsliyindən 3-cü bölməni izah edəcəm. Bitkilərdə çoxalma. Bəzi çiçəklər tozlayıcılarını aldadırlar. Yabanı səhləb və qaş səhləbi, yabanı səhləb olan qaş səhləbi və ya xarı bülbül çiçəyinin forması, rəngi dişi arıya bənzəyir. Erkək arılar dişi arılar hesab etdikləri bu çiçəklərə maraq göstərir və onların üzərinə qonur. Arıların güclü hərəkətləri çoxlu miqdarda tozluqları silkələyir. Bu zaman arıların bədənləri tozcuqlarla örtülür. Arılar onları cəlb edən digər səhləb çiçəklərinə qonduqda tozcuqlar çiçəklərin dişicik yağcıqlarına düşür. Deməli, bu cür tozlanma olacaq, həşəratlar vasitəsilə tozlanma. Tozluqların içərisində tozcuqlar kiçik xırda və yüngül olur və o həşəratın bədəninə yapışır. Həşərat digər çiçəyə qonduqda isə dişiciyin ağacına həmən tozcuq düşür və cücərməyə başlayır. Çiçəklərin fərqli xüsusiyyətlərini müxtəlif tozlayıcılar üçün cəlb edicidir. Qıf şəkilli çiçəklər kəpənəklər kimi uzun boru şəkilli sorucu ağzı olan həşəratları və kolibri kimi uzun dimdikli quşlar cəlb edir. Yəni, müxtəlif bitkilər müxtəlif həşəratlarla, quşlarla, canlılarla deməli, tozlana bilər. Mavi və bənövşəyi rəngli çiçəklər arılar üçün daha cəlb edicidir. Kəpənəklərin bir qismi çox vaxt qırmızı rəngi üstünlük verirlər. Bəzi kəpənəklər və ya yarasalar tərəfindən tozlanan bitkilər adətən gecə çiçək açır. Onların ləçəkləri parlaq deyil, əksinə şirin və ətirli olur. Milçəklərin tozlandırdığı gəndalaş kimi bitkilər əsasən çürüyən ət iyi verir. Yəni, bitkilərin bu cür uyğunlaşması, məsəl üçün, tozlayıcı həşəratları cəlb edən onların xoş iyi var, nektarı var, əlvan rəngləri var, yəni tacları iridir. Yaxud da xırda çiçəklər qruplar halında toplanmışdır və həşəratların diqqətini cəlb edirlər. Çiçək və onun quruluşu. Ölçüsü, rəngi və qoxusundan asılı olmayaraq bütün çiçəklər eyni vacib işi görür. Yəni, çoxalmağa xidmət edirlər. Çiçəkli bitkilər öz həyatının müəyyən dövründə bir dəfə də olsa çiçək açır. Müxtəlif çiçəkli bitkilərin çiçəkləmə dövrü və müddəti fərqlidir. Ərik və lalə bitkilərinin çiçəkləri kimi bəzi bitkilərdə çiçəklər zoğ üzərində tək-tək yerləşir. Əksər çiçəkli bitkilərdə adətən xırda çiçəklər qrup halında toplanaraq müxtəlif formada çiçək qruplarını əmələ gətirirlər. Çünki xırda çiçəklər həşərat tərəfindən görünmür, nəzərə çarpmır. Ona görə xırda çiçəklər birləşib bir qrup əmələ gətirir ki, həşəratlar tərəfindən cəlb olunsun və tozlansınlar. Şəkildə görünür, əriyin tək çiçəkləri, daha sonra topulqanın çiçək qrupu, səhləbin çiçək qrupu, bunlar qrup halında toplanan çiçəklərdir. Çiçəyin quruluşuna baxsaq, çiçək özü çiçək aşağıdan saplaq vasitəsilə, daha sonra kasacıq, kasa yarpaqları, ləçəklər, daha sonra çiçək yatağının içərisində yerləşən erkəkcik və dişicikdən təşkil olunmuşdur. Birinci baxaq dişiciyin quruluşuna. Ümumiyyətlə, çiçəyin əsas deməli orqanları, əsas hissələri erkəklik və dişicikdir. Erkəkcik özü təşkil olunmuşdur erkəkcik sapından və tozluqdan. Dişicik isə ağılcıq, sütuncuq və yumurtalıq hissəsindən təşkil olunmuşdur. İndi növbə ilə danışacağam. Deməli, dişicik haqqında danışaq. Dişicik başlayır ağılcıq hissəsi ilə. Ağılcıq hissəsi
kələkötürdür, müxtəlif quruluşludur. Çünki tocuqları tutma kimi funksiyası vardır onların. Tocuq tutulur ağıcıq vasitəsilə və burada cücərir. Cücərməsi üçün də yapışqanlı və şəkərli maddə ifraz edir burada. Daha sonra sütuncuq uzun boru şəklindədir. Yaxud da eləsi də ola bilər ki, sütuncuq birbaşa sütuncuqsuz da ola bilər. Ağıcıq birbaşa yumurtalığın üzərində də ola bilər. Sütuncuq nazik, uzundur. Üzərində ağıcığı daşıyır. Cücərməkdə olan tocuq borusunu yumurtalığa doğru yönəltmiş olur. Yumurtalıq dişiciyin aşağı genişlənmiş hissəsidir. Daxili boşluğu bir və ya bir neçə yuvalı olur. Burada yumurtacıqlar yerləşir. Yumurtacıq yumurtalığın içərisində bir və ya bir neçə ədəd olur. Yəni yumurtacığın sayı toxumun sayını təyin edir. Daxilində dişi cinsi hüceyrə, yumurta hüceyrə inkişaf edir və mayalanma prosesi burada gedir. Daha sonra çiçəyin digər hissəsi, yəni əsas hissəsindən biri də erkəkcikdir. Erkəkcik sapı və tozluqdan təşkil olunmuşdur. Erkəkcik sapı tocuqların yayılması üçün tozluğu uyğun vəziyyətdə saxlayır. Yəni bir növ yuxarı qaldırır ki, yəni tocuqlar, tozluq yuxarı hissədə dişiciyə daha yaxın olsun, yaxud da ki, həşəratların bədəninə yapışmaq üçün yuxarı hissədə qalsın. Tozluq isə adətən iki paylı olub, daxilindəki tocuq kisələrinin içərisində tozcuqlar yerləşir, yetişir. Yetişmiş tocuqlar erkək cinsi hüceyrələrə malik olurlar. Sperm adlanır. Yəni o bölünmə zamanı əmələ gələn, bunu 2 qat mayalanma dərsində izah eləyəcəm. Daha sonra çiçəyin digər hissəsi çiçək saplağıdır ki, çiçək saplağı zoğa birləşmişdir. Genişləmiş hissəsi çiçək yatağında çiçəyin digər hissələri yerləşir. Bəzi bitkilərdə olmur. Belə çiçəklərə oturaq çiçəklər deyilir. Deməli, çiçək saplağının genişlənmiş hissəsi kasacıq olur. Kasacıq adlanır. Kasacıq yaşıl və qonur rəngli kasa yarpaqlarından təşkil olunaraq çiçək yanlığının xarici dairəsinə əmələ gətirir. Qönçənin açılışında çiçəyin digər hissələrini mühitin əlverişsiz təsirindən qoruyur. Əksər hallarda kasa yarpaqları bitişik olur. Ancaq ayrı olan kasa yarpaqları da var. Daha sonra tac hissəsinə baxsaq, tac hissəsində müxtəlif formalı, əlvan rəngli ləçəklər vardır. 2 qat çiçək yanlığında daxili dairəni əmələ gətirir. Həm sərbəst ləçəkli, həm də bitişik ləçəkli ola bilərlər çiçəklər. Əsas funksiyası həşəratı və quşları cəlb etməkdir. Kasacıq və tac çiçəyin vegetativ hissələri olub 2 qat çiçək yanlığını təşkil edir. Deməli, kasacıq və tac vegetativ hissələrdir. 2 qat çiçək yanlığını təşkil edir. Dağ laləsi və zambaq kimi bəzi bitkilərin çiçək yanlığı, kasacıq və tac ayrılmır bir-birindən. Yalnız eyni cinsli yarpaqçıqlardan ibarət olur. Belə çiçəklərə sadə çiçək yanlıqlı çiçəklər deyilir. Erkəkcik və dişicik çiçəkli bitkilərin çoxalmasına imkan verən reproduktiv hissələrdir. Deməli, reproduktiv hissə hansı oldu? Erkəkcik və dişicik. Almanın 2 qat çiçək yanlıqlı çiçəyi və çiçək diaqramı verilib. Orada həm kasa yarpaqları vardır, həm də ləçəklər vardır. Digər hissələr də verilmişdir. Dağ laləsinin sadə çiçək yanlığı, çiçəyi və çiçək diaqramı, ləçəyi vardır. Kasa yarpaqları yoxdur. Həm dişiciklər, həm də erkəkciklər olan çiçəklərə təbiətdə daha çox rast gəlmək olar. Belə çiçəklərə iki cinsli və ya hermafrodit çiçəklər deyilir. Bəzi bitkilərin çiçəklərində yalnız erkəkcik və ya yalnız dişicik olur. Bunlara erkək və ya dişi çiçəklər deyilir. Məsəl üçün bir bitkiyə baxırıq, onun üzərində, yəni çiçəyin üzərində həm erkəkciyi var, həm dişiciyi varsa, deməli bu bitkidə iki cinsdə var. Həm erkəkcik var, həm dişicik. İki cinslidir. Bu çiçək iki cinslidir. Amma
çiçəkdə yalnız erkəkcik və yaxud da yalnız dişicik varsa, bu bir cinslidir. Yəni bir cinsi vardır. İki cinsli, yəni hər iki cins varsa, buna həm də hermafrodit deyilir. Daha sonra dişicik və erkəkcik şəkillərdə göstərilmişdir. Yenə də digər şəkillərdə də göstərilmişdir. Dağ laləsinin hermafrodit çiçəyi, çiyələyin hermafrodit çiçəyi, balqabağın erkək və dişi çiçəkləri isə ayrı-ayrıdır. Sonra çiçək formulu xüsusi rəqəmlər, latın hərfləri və simvollardan istifadə edərək çiçəyin quruluşunu göstərməyin sadə ifadəsidir. Əvvəllər bunu başqa hərflərlə yazırdılar. İndi isə dəyişiblər. Yəni daha çətinləşdiriblər. K kasacığı təşkil edən kasa yarpaqlardır. Elə K-da kasa yarpağı K. Belə yadda saxlamaq olar. Kasa yarpağı K ilə işarə olunur. Tacı C ilə, tacın C-sı ilə C hərfi təşkil edən ləçəklər. P yarpaqcıqlar. Burada da P hərfi olduğuna görə belə yadda saxlamaq olar ki, yarpaqcıqlar P hərfi varsa, deməli sadə çiçək yanlıqlı çiçəklərdədir. A hərfi ilə erkəkciklər, G hərfi ilə isə dişiciklər verilmişdir. 2 mötərizə işarəsi varsa bitişik çiçəklər, çiçək hissələri vardır. Sonsuzluq işarəsi varsa sayı çoxludur, yəni 12-dən çoxdur. Dişiciyin işarəsi Veneranın işarəsidir, əlində güzgü kimi. Erkək işarəsi isə Marsın işarəsidir. Bu isə ox atana bənzəyir. Hermafrodit isə hər ikisinin bitişmiş formasıdır. Deməli, əgər hermafrodit çiçəkdirsə, burada deməli həm ox atan, həm Veneranın, həm Marsın işarəsi birləşmiş formadadır. K5 bitişik, S5 bitişik, C5 bitişik, A sonsuz, G1. Bu cür verilibsə, burada kasa yarpaqları bitişik formada 5 ədəd, sonra tacı təşkil edən ləçəkləri bitişik şəkildə 5 ədəd, erkəkcikləri sonsuzdur, dişicikləri isə 1 ədəddir. Burada P hərfi ilə verilənlər sadə çiçək yanlıqlı çiçəklərdir. Daha sonra iki qat çiçək yanlıqlıda həm ləçəyi, həm də kasa yarpaqları olanlar, deməli iki qat çiçək yanlıqlılardır. Sonra çiçək yanlığı və çiçəyin reproduktiv üzvləri dedik ki, dişicik və erkəkcikdir. Çiçəklərin qrup halında toplanmasının bitki üçün əhəmiyyəti odur ki, həşəratları cəlb edir və tozlanmada mühüm rol oynayır. Sizcə çiçəklərin, ləçəklərin müxtəlif rəngdə olması öz funksiyasını yerinə yetirməyə necə kömək edir? Rəngdə, al-əlvan rəngdə olması həşəratları cəlb edir və müxtəlif həşəratlarla tozlanmaya səbəb olur. Çiçəkdə erkəkcik və dişicik olmasaydı nə baş verərdi? Çiçəkdə erkəkcik və dişicik olmasaydı, deməli, həmən bitki çoxala bilməzdi. Bu qədər. Növbəti dərsdə tozlama mövzusunu izah edəcəm.